2016-2017-ci illər payız-qış mövsümünə hazırlıq, yol qurğularının normal istismarını, hərəkətin fasiləsizliyini və təhlükəsizliyini təmin etmək məqsədi ilə Azəravtoyol Açıq Səhmdar Cəmiyyəti tərəfindən hazırlanan tədbirlər planına uyğun olaraq işlər davam etdirilir. Sözügedən işlər çərçivəsində qış mövsümündə avtomobil yollarına, prospekt və küçələrə xidmət, həmçinin yolların qardan təmizlənməsi üçün kifayət qədər yol texnikası, maşın və mexanizmlər hazır vəziyyətə gətirilib. Ümumilikdə Bakı şəhərinin qış mövsümündə küçə və prospektlərinə xidmət məqsədi ilə 357 ədəd, Respublikanın avtomobil yollarına isə xidmət məqsədi ilə 669 ədəd yol texnikası, maşın və mexanizmlər saz vəziyyətə gətirilib. Sözgedən yol texnikası, maşın və mexanizmlərin yanacaqla təmin edilməsi məqsədi ilə lazımi miqdarda yanacaq sürtkü materialları ehtiyatı toplanıb. Bundan başqa, mövsümdə tələb olunan miqdarda qum və texniki duz ehtiyatının toplanması işləri də davam etdirilir. Bunun üçün 2000 ton texniki duzun alınması təmin olunub, yaxın günlərdə isə daha 2000 ton duzun alınması nəzərdə tutulub. Cəmiyyətin tabeliyində olan məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən də tələbə olunan miqdarda qum, texniki duz və yanacaq sürtkü materialları ehtiyatı toplanıb. Mailliyi böyük olan sahələrə və sərt döngələrə səpilməsi üçün qum və duz qarışığından ibarət ehtiyatlar yığılıb. Payız-qış mövsümünə hazırlıq məqsədi ilə Azəravtoyol Açıq Səhmdar Cəmiyyəti tərəfindən körpülərin regulyasiyalarının dağılmış hissələrinin bərpası və körpülərin yerləşdiyi ərazilərdə çayların yataqlarının təmizlənməsi, yol nişanlarının, yol avadanlıqlarının və siqnal dirəklərinin texniki vəziyyətinə baxış keçirilməsi və mövcud nöqsaların aradan qaldırılması, həmçinin avtomobil yollarının cari təmiri, çinlərin bərk edilməsi, su ötürücü boruların giriş-çıx hissələrinin və küvetlərin təmizlənməsi işləri davam etdirilir.